Onun görə günah, insan günah edirsə bilsin ki, onun həyatında o günah iz buraxır. Ola bilər sən fərqinə varmırsan, amma bil o günah sənin həyatında iz buraxır. Ən azından nə qədər qardaşlar olub ki, deyirlər ki, qardaş, günah edirəm, gəlirəm, evimə görürəm, uşaqlar sözümə qulaq asmır. Halbuki eyni şeyi dediyim hadisə, deyirəm ki, bunu elə eləyirdilər. İndi deyirəm, eləmirlər. Özüm də bilirəm ki, günah eləmişəm. Allah Taala insanın qəlbinə salır onu. Ki, sən günah eləmirsən, həmin o günahın səbəbidir. Bu günləri sənə yoldaşın qulaq asmır. Ətrafında olan dostların, tanışların səni yaxın buraxmırlar. Subhanallah, İbn Qeym rahimehullah deyir ki, bu baxış deyir, iblisin zəhərli oxudur və şəhvətə aparandır. Haram baxışlar insanın qəlbində pis fikirlər yaradır ki, bu fikirlər böyüyərək şəhvətə, şəhvət iradəyə, iradə isə güclü qətiyyətə və sonra deyir, onun qarşısında mane yoxdursa artıq hərəkətə keçirir. Ona görə də deyir ki, bəzi fasiqlər, zındıqlar yanlarından qadın ötdüyü zaman o qadınlara baxarlar, o qadına baxarlar. Və sonra da gəlib evlərində oturub o qadını düşünərlər. Ona görə deyir ki, İbn Qeym zındıqlar səbəb olmuşlar ki, ərli qadınlar öz ailələrindən, ərlərindən boşalsınlar. İnsanların ailəsini nəyə? Dağıtmağına səbəb olmuş. O qədər olur belə hadisələr. Hamısı nədən başlayır ki? Baxmaqdan başlayır. Ona görə Allah Rasulü buyurur ki, gözlər zina edir, əllər zina edir, ayaqlar zina edir və sonra da buyurur ki, cinsiyyət üzvü də zina edir. Allahu Akbar.